həftə bundan qabaq YouTube'da topluluqda post paylaşdım ki, etiraflarınızı yazın, videomda oxuyacağım. Bu 3 həftə ərzində bütün videolarımın altına yazırsınız ki, etiraflar videosu nə oldu? Və burada deyirəm ki, 10 saat torpağın altında qalmışam, o videonu paylaşsam, onun altına da yazmışsınız ki, etiraflar videosu istəyirik. 522 dənə etiraf yazmışsınız. 3 il bundan əvvəl kəndə gedəndə qonşunun nüşkası məni qovaladı. Qaçıb özümü tövləyə soxdum, qorxumdan qapını içəridən bağladım. 2 saat inə ilə göz-gözə qaldım, hamı elə bildi ki, itmişəm, amma mən inə ilə dərdləşirdim. Yəni mənə bilirsən nə çatmadı? Sən div boyda inəkdən qorxmamısan, boyda nişqadan qorxmusan? Mən də uşaqlar əvvəl qazdan qorxurdum. Qonşumuz var idi, hər səhər tezdən qazlarını küçəyə buraxırdı, gəzsinlər. Qazlar gəzməyə çıxırdı, ilkinin qara günü başlayırdı. Səhər məktəbə getmək üçün bilirsiniz nə boyda yol fırlanırdım ki, o qazları görməyim. Görsəm arxamıza düşəcəklər. 2 il bundan qabaq dostumla quruşqa sındırıb şkafın içinə, şkaf deyil uşaqlar, şkafdır. İçinə atıb qaçmışdıq. Şkaf. Belə deyəndə nə qəribə çıxır, elə bir söyüşdə. Şkaf gavra. Xahiş edirəm bunu da oxu. Bu yəni çox masum etiraf deyə. Bir dəfə telefonu koda qoymuşdum, kod isə yadımdan çıxmışdı. Atamın telefonunun yarım saatlıq koda salmışdım. Vay, sən niyə atamın telefonuna kod qoyursan? Get öz telefonuna kod qoy da. Brat, bir gün axşam həyətdə oynayarkən uşaqlar məni qızışdırdılar və mən gedib atamın maşından 20 manat götürdüm və 1 saat sonra atam bildi. 20 manatı mən götürdüyümü bildi. Day bu etiraf deyir ki, atam bilibdi onsuz. Çox saf etiraflar yazmışsınız uşaqlar, yəni bu qədər məsumsuz siz. Maşallah, əvvəl hər şey gizli qalırdı, indi nə olur hamısını açıb deyirlər. Nə deyirlər ki, yəni? Quruşqa sındırdıqlarını deyirlər, elə bir nə boyda etiraf deyirlər. Bu arada gizli saxlamaq deməkdən daha pis deyə. Oktyabr ayında müəlliməmi görməyib bir dənə uşağın əlini dişlədim. Sonra bunu müəllimə görüb məni psixoloq apardı və valideynlərim gəldi və məktəbdən 2 həftə uzaqlaşdırma aldım. Hələ ki oxuduğum ən pik etiraf idi da. Dəli rolunu o qədər yaxşı oynamısan ki, hamı sənin dəli olduğuna inanıb və məktəbdən uzaqlaşmısan. Gedim universitetdə cəmaatı dişləyim. Etiraf edirəm, etiraf edəcəyim heç nə yoxdur. Tamam, ən saf sənsən, ən məsum sənsən bro. Mən də məktəbdə bufetə getmişdim. Qaydansa zəng vuruldu. Başqa müəllimin dersi idi. Qaca sinifə gedirdim. Sinif rəhbəri ilə toqquşduq. Az qalsın yerə yıxılırdı. Bu etiraf deyil uşaqlar, toqquşmağın nəyə etirafdır? Etiraf deyim nə vaxt olardı? Sən müəllimlə toqquşub, müəllim yerə yıxılıb, əlindən vərəqlər göyə uçub, bütün summativlər yerə dağılıb. Sən öz summativi oradan tapsan, aldığın 2-ni 5 eləsən, sonra yerindən yerinə qoyub müəllimi durğuzsan, bax bu etiraf olardı. Nə olar, məni də videoda yorumumu oxu və mən adım Zeynəbdə, adım da deyərsən, bir də ki, həqiqətən TikTokda fan hesabı açmışam sənə can. Bir dəfəsində kənddə idi və qonaqlıq idi, çox adam var idi. Mən də evdə otaqda oturmuşdum. Sonra məni çağırdılar ki, gəl köməyə, mən də istəmirəm. Nə qədər şey yazmışsan, sən yanıltmaz yazmışsan. Getdim gördüm bir dərədə 2 kar kör kirpi. Sən də yazmışsan ki, dostlar xəstəyəm bu arada, öskürə bilərəm, üzr istəyirəm sizdən. Bir dənə oxuyub başa düşməyə çalışım. Hə, evdə qonaqlıq olub, kömək eləməmək üçün qaçıb gizlənib. Can, ay oğlum, nə saf etiraflar eləyirsiniz siz? Mötərizdə yazıb ki, bu qədərdir. Bu arada mən İlkin Feyziyevdən başqa YouTuberə baxmıram. Çox əyləncəli kanaldır. Mən səni çox istəyirəm. Bax, dünyada ən çox sevdiyim 2 şey var. Biri ananasdır, biri də məndən başqa YouTuberə baxmayan izləyicilərimdir. Sevirəm sizi. Boğazım qurudu onu. Yəni bu intihar uşaqlar. Pinti deyiləm uşaqlar, sadəcə video çəkəndə mən o mən deyiləm, Snickers'lə. Bundan 2 il əvvəl 6-da oxuyurdum. Sinif yoldaşımla oturmuşdum. Yanında da oğlanlar vardı. Sinif yoldaşım çantası arxa iskamekada. Doğrusu yadımdan çıxdı, iskamekada. Amma elə bildiyi oğlanların yanındadır. Mən gedib səhvən oğlanın çantasını götürdüm. Oğlan dedi, çantamı hara aparsan? Bağışla deyib qaçmışdım, utanıb ölmüşdüm day. Can, oğurluq eləmək istəmirsən. Yo, mən bildim sən oğurluq eləmək istəmirsən. Hazırlığa pulu verməyə aparanda 10 manatın yanı biraz kəsilmişdi, bilinmirdi. Sadəcə diqqətlə baxanda bilinirdi. Mən də skotla birləşdirib vermişdim. Dostlar, skotla birləşdirmək bir problem deyil bu arada yəni. Özləri biraz kəsilibsə olsa problem deyil. Mən nədir? Bunu nə məlumatlardır? Mən elə bir bank işçisiyəm. Deməli abi, mən 4-cü sinif olanda əmim qızı gilə getmişdim. Həmin günü dava salmışdım. Əmim qızı ilə mən də gedib riyaziyyat dəftərini gizlətdim. Həmin günü riyaziyyat var idi. Sonra hər yeri axtardım. Mən də demədim, mən gizlətmişəm. Özdə dərsi yazdım. 3 gün sonra barışdım, gedib gizlətdiyim yerdən gətirib dedim ki, tapdım. Da bilir bilmir, amma bu videodan sonra biləcək. Ava, bunu gecə yazmışam. Bu videodan sonra həmin qızı biləcək ki, onun dəftərini sən oğurlamısan.
Deməli 3 il əvvəl dostumla bir yerdə imtahana getmişdik. Orada imtahanı bitirmişdik. Dostumun anası müəllim idi. 3-cü mərtəbədə iclas idi. Dostuma deyirdim anamdan icazə al bir yerdə gedək. Sonra qapı döyür. Məndə nəsə bir problem var uşaqlar. Mən beynimə nəsə olub ha. Oxuduqlarımı algılaya bilmirəm, başa düşmürəm, odaklana bilmirəm. Soğuk uşaq. Hə, qapını döydü. Qapını açmadan direktor çıxdı çölə. Hə, qapını döyüb. Eyni şey deyirəm də. Mən gicəm uşaqlar. Mən pisixəm uşaqlar. Mən başım işləyir uşaqlar. Ya başım işləmirsə deyin. Ya utanmayın. Hə, qapını döydü. Qapını açana yaxın direktor çıxdı çölə. Nə edirsiniz burada? Saatın səsi başıma düşür. Bateriyasını çıxır. Mənim izləyicilər burada narahat olur bu saatın səsindən. Çox xəstəyəm uşaqlar. Hər like bir Allah şəfa versin uşaqlar. Like atın uşaqlar, ölürəm uşaqlar. Zarafat eləyirəm, ölmürəm, heç yerə getmirəm. Qonşuya, qohuma, əqrabaya, nəslə bildirin, çatdırın ki, İlkin Feyziyev bundan sonra hər gün 19:00-da, yəni axşam saat 7-də video paylaşacağam. Bura bax, sıxma, bura bax. Beynimi çöndərmə mənim. Biraz mənə deyirlər otistik davranırsan, siz videolara baxmırsınız deyə olur bu. Bundan sonra hər axşam saat 7-də bu kanaldasan. Tez abunə ol, bildirişləri aç. Tez. Açdın? Ay sağ ol. 7-də video paylaşan kimi burada olursan. Videoya baxırsan, like atırsan. Gündəlik 10-15 dəqiqənizi mənə ayırın. Çünki mən çox təkəm uşaqlar. Mənim heç dostum yoxdur. Ona görə mən istəyirəm ki, internetdən özümə dostlar tapım. Və o dostlar siz olacaqsınız, siz mənim ailəm olacaqsınız. Bu nədir? Elə bir Enes Baturam. Bu arada Enes Batur bugün video atacaq uşaqlar. Mən bunu paylaşdığım gün Enes Batur da video atacaq. Əgər video atıbsa ikinci kanalıma ekranda bir yerə çıxdı. Baturun videosuna tepki videosu paylaşacağam. 3 yaşında olanda mama üçün darıxmışdım. Sonra da müəllimimə yalandan demişdim ki, ürəyim bulanır. Ayaq yoluna getdim, sinif yoldaşım da gəldi. Bu arada mənim ayaq yolu ilə bağlı çox gözəl bir xatirəm var. Bilmirsə i-butonda sual-cavab var. O videonun bir yerində danışmışam bu haqda. İndi bilənlər var, təzədən danışsam burada bilənlər sıxılacaq da gedin oradan baxa bilərsiniz. Amma bu video bitəndən sonra. Qaydamda doğruluq edirdim, güya halsızam. Sinif yoldaşıma da dedim ki, təzyiqim var. Sinif yoldaşım şoka düşdü. Dedi ki, uşaqlarda təzyiq olur ki. Dedim, niyə olmur ki? Sonra müəllimə dedim, tam inanmamışdı mənə. Hər yadıma düşəndə gülürəm, bu arada sevilirsən. Mən 3 yaşında bunu eləyənməzdim də, yəni zarafatsız. Sən 3 yaşında təzyiq bilirdin, nədir? Mən təzyiqin nə olduğunu 18 yaşında öyrənmişəm. Sinif yoldaşlarım, hazırlıq yoldaşlarım tərəfindən dışlanıram. Bilmirəm niyə, amma sevilmirəm. Heç bir yerdə dostum yoxdur. Hamı məktəbdə boş dərsdə söhbət edir. Dostlar ilə mən boş otururam. Uşaqlar fiziki tərbiyəyə düşür, mən qalıram. Hazırlıqdan çıxanda hər kəs dostu ilə gedir, mən tək. Can, özümü görürəm. Amma narahat olma, sənin burada bir dostun var. Mən varam ha. Həmişə sizin yanınızda olacağam uşaqlar. Özünüzü tək hiss edəndə gəlin. Mənə baxın, bunu özüm üçün demirəm. Çox sevirəm uşaqlar. Gündəlik bütün saniyələrimi, dəqiqələrimi ayıracağam ki, hər gün sizə video paylaşım ki, sıxılmayasınız, tək qalmayasınız, özünüzü tək hiss eləməyəsiniz. İstəyirsən Türkiyədə ol, istəyirsən Rusiyada ol, istəyirsən Amerikada, istəyirsən Antarktidada da, Antarktidada olmaz, soyuqdan donub ölərsən. İlkin abiniz yanınızdadır. Ürək sizi çox sevir. Biz 4 bacıyıq. Bəzən bacılarımla savaşanda, atam onlara hissənəndə ilk başda sevinirəm. Amma sonra yerimdə ağlayıram, ona görə gizlicə. Bu nə saf etirafdır, can ürəyim, can. Sən bacıva atan əsəbləşir deyə ağlayırsan yerində. Ayda. Bu nə saf etirafdır, gözlərim doldu. Sevmədiyim bir uşağın qələminin pasını öz boş pasımla dəyişdirdim. Necə tutulmamısan? Mən əvvəl elə şeylər eləmək istəyirdim, usbət eləyənmirdim. O deyir, yaxşı insan sandıqlarınız əslində əlinə fürsət düşməmiş pis insanlardır. Bir dəqiqə, mən indi pis insanım. Məktəbdə mənə hər gün dışlayırlar. Bir dostum vardı, o da getdi o biri qızların yanına. Qızam, adım görünməsin, sevilirsən ki. Bu nədir uşaqlar? Çoxunuz dışlanmağınızı yazmısınız. Heç çox dışlandığınızı fikirləşməyin uşaqlar. Zarafatsız. Dışlanmaq deyə bir şey yoxdur. Sadəcə siz fərqlisiniz, elə düşünün. Mən də çox dostum yox idi uşaqlar sinifdə falan. Mənə sıxıcı deyirdilər. Heç kim yaxın olmurdu məndən. Uşaqlıqda bir dənə qıza yazmışdım, indi nə yazmışdım, oralarını keçək, uşaq idim. Mənə demişdi ki, sən çox sıxıcısan. Amma mən özümə dərd eləməmişdim. Bu dəqiqə mənim 200 min izləyicim var. Sıxıcıyamsa mənim niyə 200 min izləyicim var? Deməli sıxıcı deyiləm. Sadəcə ətrafım məni başa düşmür. Siz də elə fikirləşin uşaqlar. Ətrafınız sizi başa düşmür. Sizi həqiqətən çox istəyən insanlar, çox sevən insanlar qabağınıza çıxacaq. Tək deyilsiniz uşaqlar. Sadəcə biraz sizdən uzaqdadılar və onları tapmağa çalışın. Necə ki mən burada sizi tapmağa çalışıram. Biz bir toya gelmişdik, orada dava düşdü. Mən dayı qızımla idim. Biz restorandan çölə çıxdıq. Bir də gördüm ki, toyda dava edənlər ortadadır və söyüş söyürlər. Adımı demə. Siz çölə çıxanda içəridə dava edənlər də çölə çıxıb söyüş söyürlər. Necə tərbiyəsizdirlər, söyüş söyürlər. Necə söyüşlər söyürlər? Şkaf satdırırlar bir-birinə.
Uşaq vaxtı özümü tonqalda yandırmışdım. Necə yorum yazmısan? Hardan yorum yazmısan? Dərs yerinə telefona baxanda tutulub çırpılmışdım. Can. Mən bir dəfə məktəbdə olanda dostum altına qaçırdı. Altına qaçırdı? Nəyin altına qaçırdı? Hara qaçırdı uşaqlar? Məktəbdən qaçırdı. Dedi ki müəlliməyə də mən onun üstünə su tökmüşdüm. Ona ikinci şalvarımı verdim. Altına qaçırdı. İndi başa düşdüm. Sən niyə ikinci şalvar aparsan özündən? Səhər gələndə bu dəfə paltarı yumamışdı deyə qoxu gəlirdi. Və hər axşam da məktəbi dərsi və riyaziyyatı yarada çoxlu söyürəm. İnanırsan o qoxu bura gəldi də ya. Məktəbdə keyfim olmayanda və ya yorulanda həmişə sənin kanalına girəm. Sənin zarafatların və səmimiyyətin mənə çox motivasiya verir. Sən mənim ən sevdiyim YouTuber'imsən. Siz də mənim ən sevdiyim izləyicilərimsiniz hamınıza aid. Hamınızı çox ayrı çox sevirəm uşaqlar. Bu videoda milyon dəfə sizi sevdiyimi dedim. Amma məktəbdə videolara baxmayın uşaqlar. Məktəbdə gedin dərsinizi oxuyun. Sıxılırsa evə gələndə baxarsınız. Bundan sonra axşamlar video atacağam ki 7-də qoy evə gələndən sonra baxasınız da. Bir gün evdə tək idi. Birdən qapı döyüldü, getdim baxam. Heç kəs yox idi. Nəsə səhərsi gün rəsmə gedirdim. Qapını bağladım. Sonra evdən qəribə qışqırıq səsi gəlirdi. Qapını açdım, səs kəsildi. Bu dəqiqə evdə təkəm, mənə qorxu hekayəsi danışma, qorxuram. Sonra təzədən bağlayandan sonra ağlayaraq kimisə baba deyə səs gəldi. Sonra aradan bir həftə keçdi, babam rəhmətə getdi. Tüklərim biz oldu. Evdə təkəm. Nə olar belə cümlələr qurmayım. Qorxudan hətta ürəyim gedəcək. Zarabat eləyirəm ha. Hər gün video paylaşacağam bundan sonra. Gedin o YouTuberlərə deyin ki, İlkin Feyziyev qayıdır bro. Amma o YouTuberləri keçmək üçün falan qayıtmamışam. Allah haqqı özümü çox pis hiss edirəm video çəkməyəndə. Sizi çox sevirəm deyə uşaqlar, sizi əyləndirmək üçün çəkəcəm videolarımı. Heç kimi keçmək üçün, heç kimlə rəqabətə girmək üçün eləmirəm bunu. Onsuz hamısını keçəcəyik. Azərbaycan YouTube'unun ən pik olacaq, amma xoşbəxt olduğum üçün eləyəcəm bundan sonra uşaqlar YouTube'u. Nəsə mən ürəyim doludur, etiraflarınızı oxuyaq. Sinifdə fond pulunu mən yığıram, pul lazım olanda götürüb xərcləyirəm. Müəllimə də oğurlayıblar deyirəm. Bu etiraf idi. Bu çox pis bir şeydir, bunu eləmə bundan sonra. Bir dəfə fiziki tərbiyədə futbol oynayırdıq və müəllimin başına top atdım. Sonra acığım gəldiyi uşağın atdığını dedim müəllimə. Bu da etirafdır. Get-gedə maraqlı şeylər çıxır ha. Bir dəfə Lili içəndə oturmuşdum dostumla. Əvvəl Lili var idi uşaqlar, darıxdım ya. Sonra gördük ki düz yanımızda arı yuvası var. Mən aranı cıranda dostumun əlinə Lilini verib cırmışdım. Hə, Lili şirindir deyə arılar o şirinə gəlib dostumu sansınlar, dostun şişsin. Bu nə etirafdır ha? Dur get buradan. Get buradan. Lili alma bir də sən. Bir dəfə müəllim mənə deyir dəftərini gətir. Mən də yazmamışım. Müəllimi fırladıram, deyirəm ki müəllim stul xarab. Çıxa bilmirəm axı, yoxlaya bilmədi. Oha, müəllimin ayaqları yoxdur. Müəllim ayağı olduğunu kəşf eləməyib. Bu ayaqdır müəllim. Uşaq çıxa bilmirsə partadan sən durub gəlirsən, yoxluyursan. Uşaq vaxtı bizim qazlarımız var idi. Mənə qaz deməyin. Qazdan qaz kimi qorxuram. Onları həyətə buraxdıq. Mən qovan qazlar sənin qazlarındır yoxsa? Mən də 6-7 yaşım vardı. Əlimdə banka vardı. İçində də su vardı. Bu nədir? Qafiyədir. Vardı. Əlimdə banka vardı. 6-7 yaşım vardı. İçində su vardı. O vaxtda da palçıqla oynayırdım və ev düzəldirdim. Əlim yaş olduğundan banka əlindən düşdü. Qazlar da yanımda idi. Düz arxamda qaz bunu görüb əsəbləşib üstümə cumdu. Mən də evə qaçıram, bu da dalımca gəlir. Dimdiyini də qabağa verir. Ağlaya-ağlaya evə gedirəm. Qaz da sonra dalımı buraxdı. Bir dəfə bankamı götürmək üçün qayıtdım. Götürdüm yenə əlimdən sürüşdü. Deyir uşaqlar bu ye. Mənim deyəsən oda küsrəm azalıb. Bunu oxumayacağam, çox üzr istəyirəm. Ya axırda da yazıb ki, indi 13 yaşım var, qazlardan qorxmuram. Mənim 20 yaşım var, mən hələ də qazlardan qorxuram. Kənddə oyun oynayırdım. Birdən ayağım sürüşdü, yıxıldım yerə. Hinduşka da üstümə gəlirdi. Yıxılanda alnım arabaya dəydi. Bütün gözüm qan olmuşdu. Ay can. Alnın qanabağı çox pis şeydir uşaqlar. Mənim də bir dəfə topu götürmək istəyəndə yerdən məhəllədə futbol oynayanda uşaq gəlib belimə tullanmışdı. Alnımın burası dəydi yerə, qırmızı su başladı belə axmağa. Qulağımın içinəcən qırmızı su olmuşdu. Mən də məhəllənin o başından mama elə deyə qışqıra gəldim. Mama gəldim, girdim evə. Mamama deyirəm ki, mama mənim yaddaşım getməyib. Elə bilmişdim ki, yaddaşım gedəcək. Çünki mənim anam mənə deyib başın arası dəysə yaddaşın gedər. Mən də gəlincə bağırıram. Mama mənim yaddaşım getdi, mama yaddaşım getdi. Dub yaddaşın gedibsə necə evin yolunu tanıyıb gəlmirsən evəcən? Necə mamavı tanıyırsan yaddaşın gedibsə? Dub olmuşam inşallah. Əvvəl də yəni indidən belə ağıllı zad da öldüm ha mən. Boş olanda xoş qədəmə baxıram. Heç kim bilməməlidir. Artıq hamı bildi. Bu arada fikir verdim ki, mənim izləyicilərim də mənim kimi qazlardan, hinduşkalardan çox çəkir. İstəyirsiniz qaz hinində 24 saat videosu gəlsin. İstəyirsiniz. Hində 24 saat videosu maraqlı da uşaqlar.
Deyir məktəbdə zəng vurulmuşdu, tualetə gedəcəkdim. Çaşıb qızların tualetinə girdim və zavut mənə əsəbləşdi və söhbət direktora kimi getdi. Çaşıb girmisən də, yəni nə olacaq ki burada? Niyə o qədər böyüdüblər ki? Deyir mən bir gün səndən yolda gedirdim, yıxıldım yerə, mənə güldün özü də. Mən yıxılana gülmürəm uşaqlar. Mən yıxılana gülməkdən zırılıram. Dayana bilmirəm uşaqlar, özümü tuta bilmirəm. Amma görsəm ki yıxılan da gülür, onda gülürəm. Görsəm yıxılan gülmür pis olub, onu durğuzuram, sonra qırağa gedirəm, zırılıram yenə. Mənim belə bir xasiyyətim var. Çalışın mənim yanımda yıxılmayın. 4-cü sinifdən bəri sevdiyim qız var idi. İndi isə 6-cı sinifəm. Və 4-cü sinifdə həmin qıza dərsdə kömək etdim. Kitabı açdım ki, oxusun. Özü də əlaçı idi. Və sonra o kağıza məktub yazdı, verdi, müəllim gördü, əlimdən aldı. İndi isə heç kimi sevmirəm, can. Mən sənə görə gecələr dərd çəkəcəm. Bu məsələni fikirləşib yata bilməyəcəm, gözümə yuxu getməyəcək. Bu nə aşk hekayəsidir belə. Mənim gözüm niyə bağlıdır? Gözümə deyəsən indidən yuxu getdi. Son etirafımızda uşaqlar oxuyaq fisə çox maraqlı şeylər yazmış, hamısını oxumaq istəyirəm. Bu videoya 2000 like gəlsə etiraflar videosunun davamı gələcək. Bir dəfə dostumun nənəsi gildəyi, aha nənə teması. Divanın arxasına girdik, telefonunu nauşnika qoşub düz 4-5 saat telefona baxdıq. Bir də gördük ki evə girib çıxırlar. Heç yerdə yoxdular deyə səslər eşitdik. Sən demə bizi axtarırlar. Sonra çıxdıq həyətə və danlandıq. 4-5 saat siz nəyə baxmısınız? İnşallah ki İlkin Feyziyevə baxmısınız elə. Bir dəfə atamla bazara getmişdik. Atam bazarlıq edəndə mən də paketləri əlimdə tutdum. Sonra yanıma bir dənə oğlan gəldi. Çənəsini çiynimə qoydu və salam dedi. Sonra mənə toxunmağa başladı. Mən ona dedim ki, mənə toxunma. Amma yenə də toxunurdu. Sonra isə mənə dedi ki, qəşəng qızsan. Mən də biraz həyəcanlandım. Məni yəqin ki demək istəyib. Ayaqlarım tir-tir Nəhayət ki, atam bazarlığı bitirdikdən sonra getdik. Belə hadisə yaşayanda uşaqlar atan yanında da, yəni dinən ya da yaxınlıqda olan kiməsə dinən. Yəni inşallah etiraf olsun deyə, maraqlı bir şey olsun deyə yazmısan. Amma yaşamısansa da atana həmin an dinən. Belə mundar insanlar var ki. Gərək axırıncını oxumazdım. Bax keyfim pozuldu. Bir dənə də oxuyuram fiço. Demək bir dəfə yuxumda gördüm ki, məktəbə yeni oğlan gəlib. Danışdım, yaraşıqlı, tərbiyəli, mənim kimi. Aşiq oldu. Duranda bir də görməyəcəm deyə ağladım. Can, yuxudan duranda ağlamısan ki, yuxudakı oğlanı bir də görməyəcəksən. Hardan bilsən, bəlkə o qabağıma çıxdı həyatın hansısa bir dönəmində. Bir dəfə dənizdə qaçanda müəllimimin üstünə yıxılmışdım, aşk yaşayırdıq. Sən niyə müəllimindən dənizə getmisən? Birinci sual. İkinci sual, yıxıldın, dur da niyə müəllimindən aşk yaşayırsan? Bir dəfə sinifdə gizlicə yemək yeyirdim. Birdən müəllimə gəlib yeməyi götürdü, apardı. O gündən sonra dərsdə yemək yemirəm. Hardan bilsən, bəlkə müəllimənin ən sevdiyi yemək olub. Müəllimə aparıb özü yemək istəyib. Bacım, anam, atam yolda gedirdi. Atamgil bir anda dayandı. Mən görmədim, getdim 20 yaşlı zad qızın qoluna girib bacım sandım. Qızın sevgilisi yanımdaydı. Nə oldu, dava düşdü, sevgilisi səni qoydu belə aşırtdı. Nə oldu, axıracan yaz da bu etirafı da. Ürəyim partlayacaq indi mənim ki, sənə nə oldu? Bir dəfə kəndə qaçırdım, kəndə vuran inək var idi. Vuran inəklə araq vurur. Nə shit, bu nə düşük zarafat idi mən elədim ha. Ya bu zarafatdan sonra mən bağlayıram videomu. Çox düşük zarafat elədim həqiqətən. Hər gün 19:00-da baxın bu kanalda. İlkin Feyziyev kanalında video olacaq. Abunə olun, bildirişləri açın. Sağ olun da özümü göstərməyin də görəcəksiniz, bezəcəksiniz mənim sifətimi görməkdən. Amma bezməyin də nə olar, baxın videolarıma.